Hədis inkarçılarının ən böyük problemi bundan ibarətdir ki, onlar ayənin nazil olduğu dövrü bilmirlər. Buna görə də özlərinin ayələrə təfsir verərək hərəsi bir fikir söyləyir və nəticədə də öz aralarında müxtəlif nə qədər məzhəb yaratmış olurlar. Amma ayələrin nə üçün, hansı şəraitdə, hansı hadisəyə uyğun nazil olduğuna baxdığımız zaman ayələrin mənasını rahatlıqla anlaya bilirik. Digər bir məsələ də bundan ibarətdir ki, onlar hədisləri inkar etməklə Peyğəmbərimizlə bir növ əlaqəni kəsmiş olurlar. Amma biz bilirik ki, ayələr Peyğəmbərimizə nazil olur və onun ən doğru izahını da Peyğəmbərimiz, onun əhl-i-beyti və sahabələr bilir. Həm də ki, Həzrət Peyğəmbər ilahi vəhyi insanlara çatdırmaqla yanaşı, orada yer alan ayələri də açıqlayıb izah edirdi. Deməli, belə olan halda biz Quran-Kərimin ayələrini düzgün başa düşmək və orada yer alan hökmlərə doğru əməl etmək üçün Həzrət Peyğəmbərə müraciət etməliyik. Əlbəttə ki, Quran-Kərimin ayələrində də Uca Allah buyurur ki, Peyğəmbər yüksək əxlaq sahibidir və o insanlar üçün gözəl bir örnəkdir. Həzrət Peyğəmbər heç zaman nəfsi istəkləri əsasında danışmır və əməl eləmirdi. Allahın yeryüzündə nümayəndəsi olan Peyğəmbərin sözü elə Allahın sözüdür. Çünki bu vəzifəni məhz Allahın özü ona vermişdir. Həm də ki, elə kitablar var ki, onları gələ bir müəllim olsun ki, onu izah etsin, biz onu daha doğru başa düşək. Bu əgər ilahi kitab olursa, ortaya daha çox məsuliyyət girmiş olur ki, biz Allahın ayələrini düzgün başa düşməliyik ki, oradakı Allahın muradı nədir, onu başa düşək.